Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Böyük Monqol dövləti. Çingiz xanın yaratdığı Böyük Monqol dövləti 1206-cı ildə yaranmış, 14-cü əsrin əvvəllərinə kimi Böyük Monqol dövləti deməli mövcud olmuşdur. Monqolları şərq xalqları, şərqdə Moğol adlandırırlar. Avropada isə Monqol adlandırırlar. Monqollar Jujanların varisləri sayılır. Deməli, Mərkəzi Asiyadan Altaya qədər olan ərazilərdə yaşayırdılar. Kimlər? Monqollar. Əsas məşğuliyyətləri köçmə maldarlıq, yəni köçəri maldarlıq və ovçuluq idi. 12-ci əsrdə qəbilə münasibətləri dağıldı. Yəni 12-ci əsrə qədər Monqollar qəbilə münasibətlərində yaşayıblar. Yavaş-yavaş sosial bərabərsizlik yarandı 12-ci əsrdən başlayaraq. Eyni zamanda burada hərbi rəislər var idi. Hərbi rəislər feodallar idi. Yəni onların mülkləri, əraziləri falan var idi. Deməli bu hərbi rəislər noyonlar və bahadurlar adlanırdı. Noyon və bahadurlar. Bu daha çox Monqol dövləti yaranandan sonra daha çox genişlənəcək. 12-13-cü əsrlərdə köçmə feodalizm münasibətlərinin, feodalizmin deməli yaranması və inkişafı görsənir Monqol tarixində. Temuçin. Temuçin kimdir? Əslində Çingiz xanın adı Temuçindir. O xan olduqdan, böyük xan olduqdan sonra Çingiz adını qəbul edəcək. Temuçin Kiyat qəbiləsindəndir. Monqol qəbilələrindən biri olan Kiyat qəbiləsindəndir. Kiyat qəbiləsinin başçısı Yesuqay Bahadırın oğludur, böyük oğludur. Yesuqay Bahadırın. Deməli, Yesuqay Bahadır mənbə məlumatıdır. Bura çox ehtimal düşməyəcək, amma informasiya olaraq verim sizə. Deməli, Yesuqay Bahadır öldükdən sonra onun yerinə oğlu deməli Temuçin gəlmək istəyir, amma Temuçin az yaşlı olduğu üçün deməli bu Kiyat qəbiləsinin əyanları ona tabe olmur, yəni ona biət etmir. Bundan istifadə edən deməli Tarqutay qəbilədə hakimiyyətə gəlir. Lakin Tarqutay da deməli Temuçinin aradan götürülməsi üçün tədbirlər görür. Tarqutay Temuçinə çox işgəncə edir. Hətta onun sağ çıxılmayan, yaşaması mümkün olmayan şəraitdən sağ qalması Tarqutayı çox narahat etmişdi və onu öldürmək istəyirdi. Sulduz qəbiləsinin nümayəndələri Temuçini xilas edirlər. Temuçin xilas olduqdan sonra ətrafına özünə sədaqətli adamlar toplayaraq Nayman, Kerayit, Merkit deməli qəbilələrini tabe edir. Nayman, Kerayit, Merkit qəbilələrini tabe edir. Hətta ona qarşı çıxan yaxın dostu Camuqanı da məğlub edir. Yəni bundan sonra heç bir siyasi rəqibi qalmır. Artıq Monqol dövlətini yaratmaq istiqamətində hərəkətə keçir. İndi Temuçinin Çingiz xan necə olur o bölməsinə keçirik. Deməli Çingiz xan 1206-1227. 1206-cı ildə Onun çayı sahilində qurultay keçirilir. Buna onun qurultayı deyilir. Ümumiyyətlə, şərqdə xüsusən Türk-Monqol tayfalarının hər hansı bir siyasi dirçəlişindən öncə orada mütləq bir qurultay keçirilmişdir, bir adət-ənənə halını almışdır. Deməli, o dövrün şamanı Tep Tengri bildirir ki, mavi göyün kölgəsi artıq yer üzünə enmişdir və Çingiz xan, yəni Temuçin böyük xan elan olunur və Monqol dövləti yaranır. Çingiz adını qəbul edir Temuçin. Dövlətin paytaxtı Qaraqorum şəhəri seçilir. İlk iş üsyanlar yatırılır, buna narazı olan üsyanlar yatırılır. Ordu sistemində yeni dövr başlayır, belə ki, Çingiz xan onluq, yüzlük, minlik, tümən adlanan ordu qrupları yaradır. Yəni orduda islahatlar keçirir. Ən böyük işi orduda tayfa prinsipliyinin əleyhinə gedir. Yəni tayfa müxtəlifliyi prinsipi ki var, onu sıradan götürür.
üzr istəyirəm, tayfa və müxtəlifliyi prinsipi tətbiq edir. Tayfa prinsipinin əksinə gedir. Ordunun əsas zərbə qüvvəsi nizəli, çevik atlılar idi. Yəni, süvarilər, nizəli süvarilər idi və sürətli hərəkətlə deməli, rəqibinə ciddi zərbələr endirirdilər. Dövləti idarə etmək üçün Çingiz xan böyük yasa deyilən qanunlar toplusu hazırlayır. Bu yasa 3 yerə ayrılır: yarlıqlar, yasaqlar və Çingiz xanın nəsihətləri. Çingiz xan artıq işğalçı yürüşlərə başlayır. Əvvəlcə 1207-ci ildə bütün Monqol tayfalarını tabe edir, birləşdirir və bəzi türk tayfalarını da birləşdirir öz hakimiyyəti altında. Cənubi Sibir, Şərqi Türkistan işğal olunur ardıcıl olaraq. Bu Çin işğalından qabaqki işğallardır, yəni Cənubi Sibirin və Şərqi Türkistanın işğalı. 1211-1215-ci illərdə Pekin də daxil olmaqla Şimali Çin tutulur. Çinin şimalı, yəni Çingiz xan tam olaraq Çini tutmayıb, ancaq şimalını Pekin daxil olmaqla. 1219-1221-ci illərdə uzun mübarizədən sonra Xarəzmşahlar məğlub edilir. Xarəzmşah Məhəmməddən sonra deməli, oğlu Cəlaləddin təqiblərdən yaxa qurtarmaq üçün Cənubi Qafqaza gələcək. Bu tarix artıq bizdə yəni Atabəylər dövlətinin süqutu ərəfəsidir. Deməli, Mərkəzi Asiyanın işğalı başa çatır. Elə ki, Xarəzmi məğlub edir, Xarəzmşahlar dövlətini artıq Mərkəzi Asiyada tam olaraq keçir Monqol dövlətinin tabeçiliyinə. 1220-1222-ci illərdə biz bunu Azərbaycan ərazisinə Monqolların birinci yürüyüşü kimi qiymətləndiririk, elə adlanır. Cəbə və Subutay Cənubi Qafqaza, İrana daxil olur. Məqsəd kəşfiyyat yürüyüşü, bölgədəki vəziyyəti araşdırmaq və dəqiq nəticə çıxartmaq, gələcək strateji addımlar üçün. 1223-cü ildə Kalka döyüşündə Monqollar Rus Qıpçaqları məğlub edirlər. Ruslar və Qıpçaqları məğlub edirlər. Bununla da İran və Qafqaz səfəri başa çatır. Cəbə və Subutay yerdə qalan qoşunuyla öz ölkələrinə, Monqol dövlətinə qayıdırlar. Deməli, Çingiz xan sağlığında dövləti 4 ulusa bölmüşdü. 4 ulusa bölmüşdü, böyük nəhəng deməli Monqol dövlətini. Bu, onun tarixdə ilk və son səhvi olaraq qeyd olunur. İlk və son səhvi. Dövlətin 4 ulusa bölünməsi gələcəkdə parçalanmayı gətirib çıxardar. Çingiz xandan sonra bir neçə xan olacaq hakimiyyətdə. Bizdə tarix kitabında Xubilyay xan haqqında məlumat var. Xubilyay xan paytaxtı Pekinə köçürdür. Biraz Çin meyillidir. Paytaxtı Pekinə köçürdür. Cənubi Çini də tutur. Deməli, Şimali Çini Çingiz xan tutmuşdur, Cənubi Çini isə Xubilyay xan tutur. 1271-ci ildə özünü Çin imperatoru elan edib Yuan sülaləsinin əsasını qoyur. 1271-dən 1368-ci ilə qədər bizim kitabımızda qeyd olunub bu sülalənin hakimiyyət dövrü. Bu Pekinə, paytaxtın Pekinə köçürülməsi, daha çox Monqol dövlətinin idarə etməsinin Çində yerləşməsi uluslarla artıq əlaqələrin zəifləməsini gətirib çıxardır. Çünki çox uzaqdaydı və nəticədə gələcəkdə biz görəcəyik ki, böyük Monqol dövləti parçalanır. Uluslarla əlaqə zəifləyir. Dəyərli yoldaşlar, böyük Monqol dövləti haqqında dərslikdəki məlumatlar bu qədər. İzləmədə qalın.